Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 49. ayet. Ve iz necceynakum min ali firavun yesumunakum su'el azab. Hatırlayın o zaman ki biz sizi Firavun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə şiddətli, ağır əzab verirdilər. Ən pis əzab verirdilər. Yüzəbbihunə əbnəəkum, oğlanlarınızı, sizin oğlanlarınızı boğazlayırdılar, öldürürdülər. Və yəstəhyünə nisəəkum, qadınlarınızı isə özlərinə kəniz, kölə etmək üçün sağ buraxırdılar. Və fī zəlikum bələ'un min rabbikum azim, və bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan var. وَاذْكُرُوا نِعْمَتَنَا عَلَيْكُمْ, yəni bizim sizə olan nimətimizi xatırlayın. O zaman ki biz sizi Firavunun və onun tərəfdarlarının yaxalamasından, əzabından xilas etdik. Və onlar sizə ən şiddətli əzabı daddırırdılar. Oğlanlarınızı öldürürdülər. وَيَسْتَبْقُونَ نِسَاءَكُمْ لِلْخِدْمَةِ وَالْاِمْتِحَانِ, qadınlarınızı isə sağ buraxırdılar özlərinə xidmət etmək üçün və bir alçaqlıq, zəlillik olaraq. Və fī zəlikə ixtibarun ləkum min rabbikum, və bunun özündə Rəbbiniz tərəfindən sizə bir imtahan vardır. Və fī incəikum minhu ni'mətun azimə, və Allahın sizi ondan xilas etməsində böyük bir nemət vardır. Təstəvcibu şükrallahi teala fi kulli usurikum və əciyəlikum. Və bu elə bir nimətdir ki, sizin tərəfinizdən Allaha şükrü vacib edir. Hər bir dövrdə, hər bir əsrdə və hər bir nəslinizdə, bütün nəsillərinizdə və bütün əsrlərinizdə Allaha şükrü sizdən vacib edir. 50-ci ayə. وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ. Yəni xatırlayın o zaman ki biz sizin üçün dənizi yardıq və sizi xilas etdik və siz baxa-baxa, gözünüz görə-görə Firavunun tərəfdarlarını suda qərq etdik. وَاذْكُرُوا نِعْمَتَنَا عَلَيْكُمْ حِينَ فَصَلْنَا بِسَابِكُمُ الْبَحْرَ. Xatırlayın bizim sizə olan nemətimizi. O zaman ki sizin üçün biz dənizi yardıq. وَجَعَلْنَا فِيهِ طُرُقًا يَابِسَةً, və o dənizdə quru yollar etdik. فَعَبَرْتُمْ, və siz də o yollardan keçib getdiniz. Yəni düşməninizdən qaçaraq o yollara daxil oldunuz. وَاَنْقَدْنَاكُمْ مِنْ فِرْعَوْنَ وَجُنُودِهِ, və biz sizi Firavun və onun qoşunlarından xilas etdik. Və həmçinin sizi xilas etdik suda qərq olmaqdan. Yəni siz suda da həlak olmadınız, sudan keçdiniz. وَلَمَّا دَخَلَ فِرْعَوْنُ وَجُنُودُهُ طُرُقَهُمْ, nə vaxt ki Firavun və onun qoşunu sizin yollarınıza, o sudakı yollara daxil oldu, əhləknəhum fil-mə'i əməmə əyunikum, sizin gözünüzün qarşısında biz onları suda məhv elədik, suda qərq etdik. Dəniz bağlandı, su bağlandı və onlar da suda qərq oldular. 51-ci ayə. وَإِذْ وَعَدْنَا مُوسَى 40 لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ. Hatırlayın o zaman ki biz Musa ilə görüşmək üçün 40 gecəlik vəd vermişdik. Sonra siz onun ardında özünüzə zülm edərək buzovu özünüzə bir ilah, tanrı, məbud götürdünüz. وَاذْكُرُوا نِعْمَتَنَا عَلَيْكُمْ حِينَ وَعَدْنَا مُوسَى 40 لَيْلَةً. Bizim sizə olan nimətimizi xatırlayın. O zaman ki biz Musaya vəd etdik 40 gecəlik bir vəd. لِإِنْزَالِ التَّوْرَاتِ هِدَايَةً وَنُورًا لَكُمْ. Yəni Tövratın nazil edilməsi üçün sizə bir hidayət və sizdən ötürü bir nur olsun deyə. فَإِذَا بِكُمْ تَنْتَهِزُونَ فُرْسَةَ غِيَابِهِ هَذِهِ الْمُدَّةِ الْقَلِيلَةِ. Lakin siz Musa Aleyhisselam'ın bu
kısa müddetlik olmamasından, yani sizin yanınızda olmamasından istifade ettiniz. Ve tecalûnel iclellezî sana'tumuhu bieydikum ma'buden. Ve siz öz ellerinizle düzelttiğiniz buzovu özünüze bir ilah götürdünüz. Allah'ı koyarak buzova tapındınız. Ve hâze eşne'ul kufri billah. Ve bu da Allah'a küfürün en şiddetlisi, en çirkinidir. En pis küfürdür. Ve entum zalimûne biittihâdikumul icle bil ilahen. Ve siz özünüz de buzovu ilah götürmekle zalim oldunuz. 52. ayet. ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ. Ondan sonra onun ardınca biz sizi affettik, sizi bağışladık ki siz şükredesiniz. Yani sizin bu günahınızı biz bağışladık. Tövbe ettikten sonra ki siz şükredesiniz bizim size olan nimetimize. ثُمَّ تَجَاوَزْنَا عَنْ هَذِهِ الْفِعْلَةِ الْمُنْكَرَةِ. Sonra bu münker pis işten geçtik. Yani bağışladık, affettik. وَقَبِلْنَا تَوْبَتَكُمْ بَعْدَ عَوْدَةِ Musa. Musa Aleyhisselam'ın Tur dağından qayıtdığından sonra sizin tövbənizi qəbul etdik. Racəən təşkurullah alə ni'amihi və əftalihi. Yəni sizin şükr etməyinizə görə, siz Allahın nemətlərinə, Allahın lütf fəzilətinə bir şükr edəsiniz deyə. Və la tətəmədəv fil kufri və tuğyan. Və siz küfür və azğınlıqda davamlı getməyəsiniz deyə. 53-cü ayə. Və iz ətəynə Musəl kitəbə vəl furqanə ləalləkum təhtədun. Hatırlayın o zaman ki biz Musa'ya kitap ve Furkan, yani hakkı batilden ayıran Furkan verdik. Verdik ki siz doğru yola gelesiniz. Zəlaletten hidayete gelesiniz. Halalla haramı ayırt edebilirsiniz. وَاذْكُرُوا نِعْمَتَنَا عَلَيْكُمْ حِينَ أَعْطَيْنَا مُوسَى الْكِتَابَ فَارِقَ بَيْنَ الْحَقِّ وَالْبَاطِلِ. Hatırlayın o zaman ki biz Musa'ya kitap verdik. Hakkı batilden ayıran bir kitap. Ve o da Tevrat'tır. Likey tehtedu mined dalal ki siz, yani biz bunu verdik ki siz zelaletten doğru yola, hidayete yönelsiniz diye. 54. ayet. Ve iz kâle Musa li kavmihi. Hatırlayın o zaman ki Musa öz kavmine demiştir. Ya kavm, ey kavmim. İnnekum zalamtum enfusekum biittihadikumul icle. Həqiqətən siz buzovu özünüze ilah götürmekle öz nəfsinizə zülm etdiniz. Fətubu ilə bərikum. Sizi yaradan Rəbbinizə tövbə edin. Fəqtulu enfusekum və bir-birinizi öldürün. Zəlikum xayrun lekum ində bərikum. Və bu sizin üçün Rəbbiniz yanında, sizi yaradan Allahın yanında sizin üçün daha xeyirlidir. Və təbə aleykum və Allah da sizin tövbənizi qəbul etdi. İnnehu ve tevvabur rahim. Həqiqətən o tövbələri çox qəbul edəndir, rəhimlidir. Vazkuru ni'metena aleykum. Hatırlayın bizim size olan nimetimizi. Eyne kâle Musa li kavmihi. O zaman ki Musa aleyhisselam öz kavmine dedi ki İnnekum zalamtum enfusekum biittihadikumul icle ilahen. Həqiqətən siz özünüze, öz nəfsinize zulmettiniz. Buzovu özünüze ilah götürmekle. Fətubu ilə xaliqum. Və sizi yaradan Xaliqinizə tövbə edin. Belə ki, bir-birinizi öldürün. Və bu sizin üçün sizi yaradan Rəbbinizin yanında daha xeyirlidir. Əbədi cəhənnəmdə qalmağınızdan. Yəni, buzova ibadət etməklə, buzovu ilah götürməklə əbədi cəhənnəmdə qalmaqdan daha xeyirlidir. Və siz də onun əmrinə tabi oldunuz. Fəmənnallahu aleykum bi qabuli tövbətikum. Və Allah da sizə lütf, nimət verdi sizin tövbənizi qəbul etməklə. İnnehu Teala huvət-tevvabu limən təbə min ibadihi. Həqiqətən Allah Teala qullarından tövbə edənlərin tövbəsini qəbul edəndir, onlara rəhm edəndir. Və təfsirlərdə də gəlir ki, onlar buzova ibadət etdikləri üçün bu ibadətin kəffarəsi, yəni bu haramın, bu günahın kəffarəsi
ve onlar tövbe ettikten sonra, pişman olup Allah'a döndükten sonra onun kefaresi hərəsi bıçaq götürərək bir-birlərini öldürmələriydi. Və kişi öz atasını öldürürdü, öz oğlunu, öz qardaşını öldürürdü. Və həmçinin təfsirlərdə deyir ki, Allah da onlara yəni qaranlıq göndərir ki, bir-birlərini görməsinlər. Yoxsa rəhmi gələr, yazığı gələr. Və hətta gəlir ki, 70 minə yaxın insan ölür. Və Allah da onların tövbəsini qəbul edir. Həm ölənin də və həmçinin öldürənin də. 55-ci ayə وَاِذْ قُلْتُمْ يَا مُوسَى Hatırlayın o zaman ki siz dediniz, ey Musa, لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللّٰهَ cehra. Biz Allah'ı açık, aşkar, aydın şekilde görmedikçe sana iman getiren değilik. فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ Ve sizi, ya siz özünüz baka baka sizi yıldırım vurdu. وَاذْكُرُوا اِذْ قُلْتُمْ Ya Musa, hatırlayın ki siz o zaman demiştiniz, ey Musa, biz sizəni təsdiqləmərik, yəni sənin danışığına, sənin kəlamını təsdiqləmərik, hansı ki biz səndən eşitdiyimiz sözləri təsdiqləmərik, bu da deyirsən ki Allahın kəlamıdır, ta ki biz Allahı aydın, aşkar görmədikcə və əxədəthumus uqubətul muhlikətul ləti rəaytumuha bi'ayunikum və sizi öz gözünüzlə görə şiddətli, həlak edici bir cəza yaxaladı. Sizi şiddətli bir cəza yaxaladı. Fə qatələtkum bisəbi dunubikum və günahlarınızın səbəbi ilə bu cəza, bu həlak edici cəza sizi məhv elədi. Sizi öldürdü və sizin Allaha qarşı bu cür cürətli olmanıza görə sizi həlak etdi. 56-cı ayə ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ Sonra biz sizi, siz öldükten sonra dirilttik ki şükredesiniz. Yani biz sizi dirilttik, şükredesiniz diye. ثُمَّ أَحْيَيْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ بِالصَّاعِقَةِ Sonra biz sizi, yani sizi yıldırım vurduktan, bu ceza size geldikten ve siz öldükten sonra biz sizi dirilttik, size hayat verdik. لِتَشْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ ki siz Allah'ın size olan nimetine şükredesiniz diye. فَهَذَا الْمَوْتُ عُقُوبَةٌ لَهُمْ Ve bu ölüm de onlar için bir cezaydı. Sonra Allah Teala onları diriltti. Onları diriltti ki dünyadaki ecellerini tamamlasınlar diye. 57. ayet وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ Ve biz sizin üzerinizde buludu kölge ettik. وَاَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَى Biz size ruzi olarak menna ve bildirçin indirdik. Menna yani bal kimi dadı olan, bala oxşayan yani qidadır. Və həmçinin təfsirlərdə gəlir ki, ümumiyyətlə hər bir nimətdir, hər bir ruzidir. Yəni, mən sözündəndir, mənnun da nimət deməkdir. Allah tərəfindən nimət olaraq hər hansı bir qida, yeyintidir. Kulu min tayyibati ma razaqnakum və dedik ki, bizim sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin. Və mə zaləmunə vələkin kənu ənfusəhum yadlimun və onlar bizə zülm eləmədilər, lakin özlərinə, öz nəfslərinə zülm etdilər. Yəni, itaətdən çıxmaqla, ibadətdən uzaqlaşmaqla bizə zülm etmədilər. Yalnız özlərinə zülm etdilər. وَاذْكُرُوا نِعْمَتَنَا عَلَيْكُمْ حِينَ كُنْتُمْ تَتِيهُونَ فِي الْأَرْضِ Bizim size olan nimetimizi hatırlayın. O zaman ki siz yer üzerinde sergerdan, heyrət içerisinde gezip dolaşırdınız. İzcealne sahabe muzallelen aleykum min harri şems. O zaman ki biz buludu sizin üzerinizde kölge salan ettik. Güneşin istisinden sizi koruyur, size kölge salırdı.
Ve enzelne aleykum menne ve biz size men nazil ettik. Ve bu men hakkında ayete geçen men hakkında tefsirlerde muhtelif şeyler gelmiştir. Ve deyilir ki o ağacın üzerinde olan şireye benzeyir. Dadı ise bal kimidir dadı. Ve ümumiyyətlə demişler ki men Allah Teala'nın nimet olarak verdiği her bir şey. Yemek, içmek ve başka hansı ki insan eziyet çekmeden, yorgunluk elde eləmədən ona hasıl olan qidadır. Və ənzəlnə aleykumus-səlva və həmçinin biz sizə səlva nazil etdik. Səlva da bildirçin və yaxud da bildirçinə oxşayan bir quşdur. Və qulnə ləkum və biz sizə dedik ki, kulu min tayyibati mə razaqnakum. Bizim sizə olan, sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin. Və la tuxalifu dinakum və dininizə muxalif olmayın. Dinə əks getməyin. Və siz də əmrə tabi olmadınız. İtaətten çıxdınız. وَمَا ظَلَمُونَ بِكُفْرَانِ النِّعَمِ və bu cür nimətlərə küfr etməyinizlə bizə zülm etmədiniz. وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ Lakin onlar özlərinə zülm etdilər. لِيَنَّ عَقِبَةَ الظُّلْمِ عَائِدَةٌ عَلَيْهِمْ Çünki zulmün aqibəti özlərinə qayıdır. Zulmün aqibəti insanın özünə qayıdır. Ve Sahih Bukhari'de de gelir ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki el kem'etu minel menni. Kem'e mennendir. Hemen bu ayette geçen men. El kem'etu da göbelek növüdür. Ve bizde ona dombalan değiller. Ve Peygamber sallallahu aleyhi ve sellem buyurur ki el kem'etu minel men. Hemen bu göbelek, dombalan göbeleği mennendir. Yani Allah Teala'nın nimet olarak verdiği ruzidendir. Hansı ki insanlar özleri ekip becermirler, eziyet çekmirler, sadece yığırlar. Ve sonra buyuruyor Allah Resulü sallallahu aleyhi ve sellem وَمَاءُهَا شِفَاءٌ لِلْعَيْنِ Ve onun suyu da gözün şefasıdır. Ve dombalan göbeleği özü Allah'tan bir nimettir. Hem gıda kimi, ruzi kimi yeyilir ve hemçinin onun suyu da göze şefadır. Allah Teala'dan isterim ki Allah Teala bizi eşitliği bir yaxşısına tabi olanlardan etsin ve Allah size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.